Salam yoldaşlar, hədəfin dəqiqətlərine baxmağa davam edirik. DQT 3-dən Newton qanunları bölməsinin A variantı suallarına baxmışdıq. İndi də B variantının suallarını nəzərə yetiririk. Başlayaq. 1. Cismə 4 qüvvə təsir edir. Əvəzedici qüvvə modulu nəyə bərabərdir? 1 və 2 qüvvələri əks istiqamətlərdə yönələ bilər və əks istiqamətdə qüvvələrin əvəzini tapanda nə edirik? Çıxırıq. Bu zaman istiqamət böyük qüvvənin istiqamətində, yəni F1-in istiqamətində olacaq ki, uzunluğu daha böyükdür. Bu zaman nə yazacağım bura? Yuxarı doğru yönəlib və F1 çıxılsın F2-dir. Deməli, F1 çıxılsın F2 yuxarı doğru olur. Keçək 3 ilə 4-ə baxmağa. 3 ilə 4 isə biri sağa, biri soladır. Onda əvəzedicisi sağ istiqamətində, yəni böyük olan F3 istiqamətində olacaq. Uzunluğu böyükdür və əks istiqamətdə qüvvələr çıxır. Buna da yazacağam F3 çıxılsın F4. Biri yuxarı, bir də sağadır və aralarındakı qalan bucaq 90 dərəcə olduğundan bunların əvəziyyətini tapanda artıq fövqəli tömrə gedəcəm və görürəm ki, doğru cavab C variantına qeyd olunub. Birincinin kvadratı plus ikincinin kvadratı kök altında. Yəni F1 çıxsın F2-nin kvadratı plus F3 çıxsın F4-ün kvadratından biz əvəzedici qüvvənin qiymətini tapmış olacağıq. Deməli, cavabımız olacaq bir də C variantı və bu ikisinin əvəzedicisi biri yuxarı, digəri sağadır. Əvəzedicisi ortadan çanqat, yəni bu istiqamətdə yönəlmiş olur. Növbəti sualımız 5-də isə 2 metr radiuslu kürə 8 kN qüvvənin təsiri altında 1 metr bölü saniyə kvadrat təcil alır. Bu cismin sıxlığı nə qədərdir? Deməli, radiusu var, qüvvəsi var, təcili var. Biz buradan kütləni tapa bilərik. M bərabərdir F bölünsün düsturuna əsasən. F-in qiyməti 8 kN, yəni 8000 Newtondur. 1 kilonewton 1 kilo minə bərabər olduğu üçün 8-i vurdum minə. Oldu 8000 Newton. Təzyiqin qiyməti isə 1-ə bərabərdir. Onda kütlənin qiyməti 8000 kilodur. Cismin sıxlığı isə ρ bərabər M bölünsün V düsturuna əsasını taparıq. Kütləsi 8000-dir. Həcmi isə nəyə bərabərdir? Burada radius verildiyi üçün həcmi də mən kürənin həcmi düsturundan, yəni 3/4 Pier kubundan taparam. 3/4 p'si verilib 3, eri də 2 metrdir. Kuba hissələndə olur. 2-nin kubu, yəni 8. 3 ilə 3 getdi, qaldı 4 vurulsun 8, 32. Deməli, həcm 32-yə bərabərdir. 8000-i də 32-yə böləndə qiymətimiz nəyə bərabər olur? Qiymətimiz bərabər olur 250-yə. Deməli, cavabımız olacaq 5-də C variantı. 250 kiloqram bölünsün metr kuba bərabərdir. Davam edelim növbəti sualımızla. 2. Cismə təsir edən qüvvə təcili qrafiki verilmişdir. Qrafikin A, B və C nöqtələrində cismin kütlələrini müqayisə edin. Deməli, burada A nöqtəsi, xəttləyək bunları. C-nin bucağı bu qədər, B-nin bucağı bu qədər, A-nın da bucağı bu qədərdir. Yəni, bucağa görə baxanda alfa A böyükdür alfa B-dən, o da böyükdür alfa C-dən. İndi kütlə nəyə bərabərdir? Kütlə bərabərdir qüvvə bölünsün təcildən. Bu qrafiklərdə demişdik ki, yuxarıdakı kəmiyyəti aşağıdakı kəmiyyətə böləndə bizə nəyə verir? Bucağın tangensini. Yəni, qüvvə bölünsün təcil nisbəti tangens alfaya bərabərdir. Tangens alfa artan funksiyadır. Yəni, bucağın qiyməti artdıqca tangensin qiyməti artacaq və kütlənin də qiyməti artmış olacaq. Deməli, A-dakı bucağın qiyməti daha böyük olduğu üçün MA böyükdür MB-dən, o da böyükdür MC-dən. Yəni, cavabımız olacaq burada doğru cavab yoxdur. Yəni, doğru cavabımız belədir. A böyükdür B-dən, o da böyükdür C-dən. Burada bucağın tangensi kütləyə bərabər oldu. Bunu da biz hardan aldıq? Belə, buranı birləşdirək. Aha, burada alfa bucağı. Bucağın qarşısındakı katetin bitişik katına nisbəti bizə verir bucağın tangensi. Yəni, bucağın tangensi bərabərdir. Qarşı katet bizə verir qüvvəni, bitişik katet bizə verir təcili. Yəni, qüvvə bölünsün təcil. Yəni, bu tərəf qüvvənin qiymətidir, bu tərəf də təcilin qiymətidir. Onda bucağın tangensi bərabər olacaq. Bucağın qarşısındakı katet bölünür bitişik katet, yəni F bölünsün, bizə verəcək kütləsi. Yəni, kütlə buradan tangens alfaya bərabər olmuş olur.
Növbəti sualımıza keçək. 6. Verilmiş radiusu çevrə üzrə hərəkət edən cismin bucaq sürətin kitab azadlıqda cismə təsir edən qüvvə necə dəyişər? Radius verilib, demək, R bərabərdir, konstantdır. Bucaq sürətin qiymətini də 2 dəfə azalt. Düsturu necə yazaq? F bərabərdir M vurulsun A. A-nın yerinə yazaq. Mərkəzi qismət təcrid düsturunu omega kvadratı R. Burada görürəm ki, radiusun sabit qiymətində qüvvə bucaq sürətindən kvadratik düz mütəmasilətidir. Yəni, bucaq sürətin qiyməti 2 dəfə azalırsa, qüvvə də azalır və 2-nin kvadratı qədər azalır. Yəni, 4 dəfə azalmış olacaq. 2-nin kvadratı 4 elədiyi üçün qiymət 4 dəfə azalır. 6 cavabımız olacaq A variantı. Növbəti sualımız 3-də verilən sürtünməsi sistemin deyir təcilini təyin elə. Bağlı cismlərin təpilməz blokda hərəkətində təcilin biz bu düzündən tapırdıq. Kütlələrin fərqi bölünsün, kütlələrin cəmi vurulsun sərbəşmə təcili. Burada sol tərəfdəki kütlələrin cəmi bizə verir 8M, sağ tərəfdəki 4M-dir. Onda 8M-dən çıxırıq 4M-i, bölürük 8M-dən 4M-in cəmini. Sol tərəfdəki kütlələrdən sağ tərəfdəki kütləni çıxdıq, böldük sol tərəfdəki kütlə ilə sağ tərəfdəki kütlənin kütlələri cəminə. Vurdum nə? J-yə. Bu da bizə verəcək 4M bölünsün 12M vurulsun J. 12 ilə 4 ixtisar gedir, qalıb 3-də 1. Bitiririk ya. Qalır 3-də 1 J. Yəni cavabımız olacaq J bölünsün 3. Yəni 3-də cavabımız olacaq C variantı. Sağdakı 7-ci sualda isə bizə deyir ki, x bərabərdir 8 çıxsın 2-də qanun ilə hərəkət edən cismin təcrid zaman qrafiki necə olar? Bu, bərabər sətdə hərəkət. Yəni, koordinat təlimimiz x bərabər x0 plus, burada minusdur, minus vt. Yəni, düzxətti bərabər sətdə hərəkətdə də təcrid nəyə bərabərdir? 0-a bərabərdir. Sürət dəyişmədiyi üçün, yəni sürətin dəyişməsi 0 olduğu üçün təcrid də qiyməti 0 olacaq. Deməli, təcrid 0-a bərabərdir və qrafiki də yəqin ki, Y variantında qeyd olunub. Bəli, Y variantında qeyd olunur. Deməli, bu sualın cavabı 7-də Y variantıdır. Soldakı sual 4. X çox istiqamətində hərəkət edən cismin qüvvə zaman qrafikinə əsasən T1, T2, T3 zamanlarına uyğun sürətləri müqayisə elə. Burada görürəm ki, qüvvənin qiyməti hər bir halda müsbətdir, yəni proyeksiyası müsbətdir və cisim X çox istiqamətdə hərəkət etdiyi üçün sürətin də proyeksiyası müsbətdir. Hər ikisi müsbət olduğu üçün bu X çox istiqamətində bərabər yeniləşən hərəkətdir. Yəni, sürətin qiyməti artır. Deməli, getdikcə sürətin qiyməti artacaq. Yəni, cavabımız olacaq. Burada sondakı sürət əvvəlki sürətdən daha böyük. Yəni, V3 V2-dən daha böyükdür, V2 də V1-dən böyükdür. Yəni, cavabımız olacaq 4-də B variantı. Bərabər yeniləşən hərəkət olduğu üçün sürətin qiyməti artır. Bu səhvə bu qədər. Keçirik növbəti səhvəmizə. 8. Kütləsi 2M olan arabacığın aldığı təcrid A-dır. Arabacağa 3M kütləli yük qoyduqda təcrid nə qədər olar? Deməli, burada kütlənin qiyməti əvvəl 2M idi, üstünə 3M-i də qoyanda oldu 5M. Yəni, kütlənin qiyməti 2M-dən gəldi 5M-ə. Yəni, qiyməti 2,5 dəfə artdı. 2M idi, üstünə 3M də qoydu, oldu 5M. Deməli, kütlənin qiyməti 2,5 dəfə artdı. Kütlənin qiyməti 2,5 dəfə artırsa, təcrid 2,5 dəfə azalır. Çünki Newton ikinci qanun A bərabər F bölünsün M. Təcrid kütlədən tərs asılıdır. Onda təcrid 2,5 dəfə azalırsa, əvvəl A idisə, indi olur A bölünsün 2,5. Buna da mən nə deyə bilərəm? Buna da deyə bilərəm ki, A bölünsün 10-da 25, 10 yuxarı qalxır, 10A bölünsün 25-ə, bu da bizə verir 0,4A. Yəni cavabımız olacaq 8-də C variantı. Sağdakı sual 12. Hansı zaman intervalından əvəzləyici qüvvə 0-a bərabərdir? Əvəzləyici qüvvə nə zaman 0 olur? Düz xətti bərabər sürətli hərəkətdə və yaxud sükunətdə. Burada da düz xətti bərabər sürətli hərəkət, yəni təcrid 0 olduğu üçün, düz xətti bərabər sürətli hərəkət 0 T1 intervalında, yəni A variantı 0-dan T1-ə qədər düz xətti bərabər sürətli hərəkət olduğu üçün əvəzləyici qüvvənin qiyməti 0-a bərabər olur. T1, T2-də
Təzinin preaksiyası mənfidir, qüvvənin preaksiyası, yəni qüvvə var və preaksiyası mənfidir. T2, T3-də təzinin preaksiyası müsbətdir, qüvvənin preaksiyası da müsbətdir. Burada da yenə qüvvənin preaksiyası müsbətdir. Yəni bu iki halda qüvvə müsbət qiymət alır, burada mənfi qiymət var. Yəni hər iki halda bu halların hamısında qüvvənin qiyməti var, amma burada 0T1-də artıq qüvvənin qiyməti, yəni əvəzedici qüvvənin qiyməti sıfıra bərabərdir. 9. Sürət zaman qrafik şəkildəki kimi verilmiş hansı kütləli cismə 2 saniyə ərzində 30 Newton qüvvə təsir edər? Buradan mən təcili tapım A bərabərdir. Sürət dəyişməsi bölünsün zaman. Yəni 4-dən 10-a qalxıb sürət dəyişməsi 6-dır. Yəni 10-dan çıxdım 4-ü böldüm neçə saniyə ərzində? 2 saniyə ərzində. Bu bizə verəcək 3. Deməli, təcil qiyməti 3-ə bərabərdir və kütlə bərabərdir qüvvə bölünsün təcil. Yəni, qüvvənin qiymətini 30-u böləcəm təcilin qiymətinə 3-ə. Bu da bizə neçə verəcək? 12 olur. Yəni, cavabımız olacaq 9-da A variantı. 13. Hamar üfüqü müstəvidə çapla bağlanmış M, 3M və 4M kütləli üst terciyi vardır. F qüvvəsi ilə 4M kütləli terciyi artırılır. F bərabər 32 Newton varsa, saptayandan gəlmə qüvvəsini tap. Saptayandan gəlmə qüvvəsi bu kütləni, yəni M-i dartır. Yəni M vurulsun təcil M-a. F isə hamısını dartır. Həm M-i dartır, həm 3M-i dartır, həm 4M-i dartır. Yəni dartdığı kütlə 8M-ə bərabərdir. 8M-A. Deməli, F T-dən 8 dəfə böyükdür. Onda F-in qiyməti 32-dirsə, T-nin qiyməti olacaq 8 dəfə kiçik. Yəni 32 bölünsün 8, 4 Newton. Nə qədər çox kütlə dartırsa, o qədər çox qiyməti olmuş olur. Onun üçün cavabımız olacaq A variantı. 8 dəfə çox kütlə dartdığı üçün, daha doğrusu saptayanla gəlmə qüvvəsi 8 dəfə kiçik kütlə dartdığı üçün, saptayanla gəlmə qüvvəsinin qiyməti 8 dəfə kiçik oldu. Növbəti sualımız. 10. Şəkildə iki cismin təcillərinin onlara təsir edən qüvvələrin aslı qrafiklər göstərmişdir. M bərabər 2M2 plus 4M1 kütləli cismə 32 Newton qüvvə hansı təcili verər? Deməli, birincinin kütləsini tapsaq, M1 bərabər F1 bölünsün A1. 60-ı bölüm 12-yə. Birincinin qiyməti 60-dır qüvvəsi, təcili 12-dir. Deməli, olacaq 5. Deməli, birinci kütlə 5-ə bərabərdir. İkinci kütləni tapanda isə yenə qüvvələr əslində bərabərdir. F1, F2 yazmaya ehtiyac yox idi. Hər biri onsuz 60-dır. 60-ı böləcəyəm. Təcilin qiymətini artıq. İkincinin təcili qiyməti 30-dur. Bu bizə verəcək 2 kilo. İndi buradan M-i tapsaq, M bərabərdir 2M2, yəni 2 vur 2 plus 4M1. 4 vur M1 də biz tapmışıq 5. Bu bizə nə verir? 4 plus 4 vur 5, yəni 20. Bu bizə verir 24. Demək, kütlənin qiyməti 24-ə bərabərdir. Onda təcili tapsaq, A bərabərdir F bölünsün M. Qüvvənin qiymətini 72, yəni buradakı qüvvəni artıq bizdən soruşur. 72 bölünür kütlənin qiymətinə, tapdığımız qiymətə 24-də. Bu da bizə nə verəcək? 3 verəcək. Deməli, təcilin qiyməti nəyə bərabərdir? 3-ə bərabərdir. Onda cavabımız olacaq B variantı. 14. Bir-biri ilə 60 dərəcəli bucaq əmələ gətirən və qiymətləri F1, 6, F2, 10 olan iki qüvvənin təsir altında 2 metr bölü saniyə kvadrat təcil hərəkət edən cismin kütləsi nə qədər olmalıdır? Əvəzedici qüvvəni bu üstündən tapırıq. F1 kvadrat plus F2 kvadrat plus 2F1, F2 kosinus alfa. Bizə bucaq verib, 2 dənə qüvvə verib. Burada birinci qüvvə 6, 6-nın kvadratı plus ikinci qüvvə 10, 10 kvadratı plus 2 vur, 6 vur, 10. Kosinus 60 dərəcədir, yəni 2-də 1. Bu da bizə nə verəcək? 36 plus 100, yəni 136 plus 2 günü apardı, 6 vurun 60. Yəni 136-nın üstünə 60 gəlirik. Eləyir 196 və 196-dan kök çıxır 14. Deməli, əvəzedici qüvvənin qiyməti 14-də bərabərdir. Buradan kütləni tapsaq, M bərabərdir F əvəzedici bölünsün təcil. Əvəzedici qüvvə 14-ü böləcəm təcilin qiymətini 2-yə. Bu da bizə verəcək 7 kiloqram. Yəni cavabımız olacaq 14-də C variantı. Davam.
11. Yerləşmənin proyeksiyasının zamanı qrafikinə görə qüvvənin proyeksiyasının zamanı qrafiki necə olar? Bu, bərabər yeniləşən hərəkətin qrafikidir. Hansı istiqamətdə? X ox istiqamətində. X ox istiqaməti. Yəni, sürətin proyeksiyası müsbətdir və yeniləşən olduğu üçün təcil də proyeksiyası müsbət olacaq. İşarələr eynidir. Onda təcilin proyeksiyası müsbətsə, qüvvənin proyeksiyası da müsbət olacaq. Yəni, müsbətdən sabit bərabər təcil hərəkət olduğu üçün təcil sabitdirsə, təbii ki, qüvvə də, əvəzedici qüvvə də sabit olmalıdır. Deməli, cavabımız olacaq 11-də A variantı. Və sonuncu sualımız 15. Cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. M nöqtəsində mərkəz qüvvəsi hansı istiqamətdə olar? Təbii ki, adından göründüyü kimi mərkəzə doğru olacaq. Yəni, M nöqtəsindən yuxarı. M nöqtəsindən yuxarı istiqamətdə, yəni cavabımız olacaq 15-də B variantı. İzah bu qədər yoldaşlar, növbəti izahlarda görüşənə də özünüzdən müğayət olun.